Texnologiyasına görə ploterin növlərindən biri deyil. Ümumiyyətlə, ploter haqqında məlumata baxaq. Plotter kompüterdəki qrafiki informasiyanı böyük həcmli A0, A1, A2, A3 formatda olan kağızlar və başqa daşıyıcı üzərinə çap edən qurğu hesab olunur. Plotterin növlərini görürük müəyyən təsnifat üzrə. Məsələn, çap texnologiyasına görə plotterin perolu, yəni qələmli, karandaş qələmli, şırnaqlı, lazer, elektrostatik, LED və istilik ötürməsi əsasında təsviri birbaşa çıxaran növləri vardır. Quruluşuna görə plotterin barabanlı və planşetli, ölçüyə görə rulon və planşet tipli növləri var. Ölçüyə görə belədir. Əgər A0 və A1 formatda olan kağızları çap edirsə, kağız üzərinə çap edirsə, bu rulon tipdədir. A2 və A3 formatdadırsa, bu planşet tipdədir. Bizə sualda çap texnologiyasına görə plotterin növünü soruşur. Çap texnologiyasına görə LED, şırnaqlı, lazer və elektrostatik növləri var. Çap texnologiyasına görə plotterin növlərindən biri deyil, doğru cavab olacaq matrisli. Bu plotterin yox, printerin növü hesab olunur.